Which of the following questions does the passage answer? Verilən suallardan hansının mətndə cavabı var? Birinci sualımızda who was the first person to purchase a book printed with movable type? Hərəkət edə bilən növlə çap olunan kitabı ilk alan şəxs kim idi? Həmin kitabı ilk kim aldığı haqqında mətndə məlumat qeyd olunmadığı üçün birinci sualımızın cavabı yoxdur. İkinci sualda how did the printing press impact the Renaissance and the Reformation? Yəni mətbə demək inqilaba və reformasiyaya necə təsir etmişdi? İkinci sualımızın mətndə cavabı var. Biz diqqət etsək, 4-cü paraqrafda bu haqda məlumatı görürük ki, mətbə təkcə ədəbiyyata deyil, həmçinin intibaha, daha sonra islahatların və elmi inqilabın yayılmasında mühüm rol oynamışdı. Yəni, burada insanlar arasında ideyaların yayılması, alimlərin tərəfinə məlum olan fikirləri, yəni indi bir çox insana çatdıra bilməkləri ilə bağlı məlumatlar qeyd olunur. Buna əsasən ikinci sualımızın cavabı var deyirik. Üçüncü sualda what was the name of the first book printed with the printing press? Yəni, mətbə vasitəsilə ilk çap olunan kitabın adı nə idi? Üçüncü sualımızın da cavabı var. Mətbə yəni vasitəsilə çap olunan ilk kitabımızın adı Gutenberg's Bible, yəni Gutenberg İncili adlanırdı. Ona görə də üçü də doğru götürürük. Dördüncüdə why did the invention of printing press take so long? Nəyə görə mətbəənin ixtirası uzun bir vaxt aparmışdı? Bu haqda məlumat yenə mətndə qeyd olunmayıb. What role did governments play in controlling printed materials? Hökumətlər çap olunan materialların idarə olunmasında hansı rolu oynadı? Yenə mətndə hökumətlə bağlı və onun çap prosesi ilə bağlı hər hansısa bir rolu qeyd olunmadığı üçün düzgün deyil. Doğru cavabımız 2-3 götürülmüş olacaqdır.